Salam Azərbaycan Krallığının xoşbəxt vətəndaşları. Azərbaycan Saat Radiosunun efirində xəbər blokunun vaxtıdır. Bu gün də sizə Azərbaycan reallıqlarından mən Türkiyə Azərtürk bəhs edəcəyəm. Bildiyiniz kimi İlham Əliyev ötən həftə prezidentliyə namizədliyin 35 yaşdan 18 yaşa, Milli Məclisə namizədliyin 25 yaşdan 18 yaşa qədər endirilməsi, habelə yeni birinci vitse-prezident və vitse-prezident postlarının yaradılması ilə bağlı Konstitusiyaya dəyişikliklər edilməsini nəzərdə tutan sərəncam imzalamış və baxılması üçün Konstitusiya Məhkəməsinə təqdim etmişdi. Konstitusiya Məhkəməsi isə iyulun 25-də prezidentin təkliflərini dəstəkləyərək qərarı aldı ki, 2 ay sonra, sentyabrın 26-sında ölkədə referendum keçirilsin. Əslində isə heç bu referendum keçirilməsəydi də olardı. Çünki indidən bu referendumun nəticələri hər kəsə bəllidir. Və hər kəs bu referendum biabırçılığının balaca Heydərin hakimiyyətə gətirilməsi hesablandığını gün kimi aydın görməkdədir. Hakimiyyət nümayəndələri isə hər vəclə xalqda icra hissi doğuran bu qərarın müsbət bir qərar olduğunu anlatmağa çalışırlar. Məsələn, Yapın icra katibi, millət vəkili Əli Əhmədov deyir ki, tarixdə belə hallar çox olub. Məsələn, Şah İsmail Xətai 14 yaşında, Bonapart Napolyon 23-24 yaşında, Makedoniyalı İskəndər isə cəmi 20 yaşında taxta çıxıb və onların hər biri böyük bir dövlətə rəhbərlik ediblər. Yəni adam ciddi balaca Heydər Əliyevi böyük Xətai ilə, İskəndər ilə, Napolyon ilə müqayisə edir. Hətta o Heydəri onlardan da üstün sayır. Niyə də saymasın? Adam haqlıdır. Nə Xətainin, nə İskəndərin, nə də Napolyonun Londonda, Dubayda mülkləri, Virgin adalarında şirkətləri olmayıb. İskəndər 16 yaşına qədər Aristotel adlı bir avaradan, Xətaya rüşvət verib diplom alan Şəmsəddin Lahici adlı bir ilahiyyatçıdan, Napolyon isə Briyəndə yerləşən Dedavşeniyanın baş alıb getdiyi bir hərbi akademiyada təhsil alıb. Bizim ikinci Heydər isə hazırda keyfiyyətinə görə Harvardı belə geridə qoyan Azərbaycan Diplomatiya Akademiyasının Beynəlxalq Münasibətlər Fakültəsinin 3-cü kursunda təhsil alır. Hələ Ulu Öndərin Universitetini bitirməsindən danışmıram. Bu o universitetdir ki, oradan Almaniya Bundestagına çəkinmədən meydan oxuyan İlham Əliyev kimi, Amerikaya sanksiya tətbiq edilməsini təklif edən Ziyafət Əsgərov kimi, Molotov kokteylinə sarı kök, zirə, cirə və darçın kimi əlavə qatqılar qatıb, milli Molotov kotletimizi icad edən Siyavuş Novruzov kimi görkəmli şəxsiyyətlər çıxıb. İndi bu iki nəhəng universitet bitirmiş insan niyə bir kiçik dövləti idarə edə bilməsin ki? Demək ki, neymiş? Bizi istəməyən qüvvələrin əlaltıları onu gözdən salmağa çalışırlarmış. Xalqımız isə inanır ki, o rəhbər olsa biz Çinə belə bayraq sanca bilərik. Biz inanırıq ki, o bu iradəyə, bu gücə sahibdir. Hələ arxasında İlham Əliyev kimi bütün dünyanın həsəd apardığı, 7 dil bilən bir ata, Mehriban Əliyeva kimi bütün vacib titulları özündə ehtiva edən anası varsa. Mehriban Əliyeva demişkən, elə lap onun özünü də birinci vitse-prezident təyin etmək olar. Niyə də olmasın? Bütün ağıllı adamlar da zaten indidən onun namizədliyini irəli sürməkdədirlər. Məsələn, millət vəkili Qüdrət Həsənquliyev kimi dahi insanlar. Belə ki, BXCB sədri Qüdrət Həsənquliyev saytlardan birini açıqlamasında deyib ki, o birinci vitse-prezident postuna ən layiqli namizəd kimi Naxçıvan Muxtar Respublikasının Ali Məclis sədri Vasif Talıbovu, Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovu, Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi Bəylər Eyyubovu, Prezident aparatı rəhbəri Ramiz Mehdiyevi və UNESCO-nun və SESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, keçmiş prezident Heydər Əliyevin gəlini, hazırki prezident İlham Əliyevin xanımı, gələcək prezidentimiz Heydər Əliyevin anası Mehriban Əliyevanı görür. Əslində, Qüdrət müəllimin namizədliyini irəli sürdüyü bu dəyərli şəxsiyyətlərin hər biri heç şübhəsiz ki, bu müqəddəs posta layiqdirlər. Baş-boş, cib dolu. Adamı yüksək vəzifə tutmaq üçün daha nə lazımdır ki? Amma nəzərə alsaq ki, bu 5 nəfərlik siyahıda yeganə bir xanım var, onda gərək bu Naxçıvanlı qardaşlar centilmenlik edib iddialarından vaz keçsinlər. Belə edərlərsə Şah Həzrətləri də onların bu jestini layiqincə qiymətləndirər və onların hər birini 2, 3, 4, 5-ci olmaqla vitse-prezident təyin edər. Məsələn, Vasif Talıbovu necə kəsib atasan axı? Adam eynən prezidenti kimi Naxçıvanda lent kəsməklə, obyekt açılışı etməklə məşğuldur. Sadəcə prezident adına və vəzifəsinə layiq olsun deyə daha böyük tikililərin, parkların açılışını edir. Vasif müəllim isə öz vəzifəsinə uyğun olaraq turşu dükanı, bərbərxana kimi kiçik obyektlərin lentini kəsməklə gününü keçirir.
Lent demişkən, bu sahədə hətta bütün dünyaya yol göstərən prezidentimizin özünə də yol göstərən, Beyləqanda Azərbaycan himninin sədaları altında məktəbin tualetinin qırmızı lentini kəsən, Beyləqanın icra başçısını da unutmaq olmaz. Adam doğuşdan vitse-prezidentdir sanki. Hacıbala Abtalımov və Artur Rəsulzadədən isə hələlik danışmırıq. Çünki onlar hələ cavandırlar, gələcəkləri qabaqdadır. Bu templə davam etsələr mütləq 3-cü Heydərin zamanında vitse-prezident təyin ediləcəklər. Mən buna zərrə qədər də şübhə etmirəm. Heç sizin də şübhəniz olmasın. Siz Azərbaycan Saat Radiosunun efirində Türkçə Lazər Türkün təqdimatında xəbər blokunu dinlədiniz. Gələn görüşlərə dək.